Bağırsaq sağlamlığı çəkimizə təsir edə bilər. Və nəinki çəkimizə, ümumiyyətlə bütün orqanizmimizin sağlamlığına, metabolizmimizə, immunitetimizə birbaşa təsir edir. Biz nə yeyiriksə oyuq, bu kəlmə ilə belə deyilməyib və hal-hazırda müasir tibb bunu biraz da dəqiqləşdirir. Biz nə yeyiriksə yox, biz nəyi mənimsəyiriksə, yəni bağırsaqdan nə keçəcəksə qana, bax oyuq və bağırsaq keçirgənliyin pozulması zamanı müəyyən qidaların, faydalı qidaların keçməməsi bağırsağın paradoks funksiyasına gətirə bilir və ya müəyyən qidalar tətikləyici qidalardır ki, bağırsaq divarını dəlirlər, bağırsaq divar keçiriciliyini pozurlar. Ona görə bəli, bağırsaq sağlamlığımızın təməlidir və rasionda qidaları seçmək üçün sitotoksik test metodundan istifadə edib bağırsağınızın keçirgənliyini pozan, sizə uyğun olmayan qidaları da seçə bilərsiniz. Və sitotoksik test əsasında qidalanmaqla siz bağırsağınızın sağlamlığına böyük qatqı vermiş olacaqsınız.